Hər kəs salam izləyicilər. Bugün 2026-cı il 9-cu sinif buraxılış imtahanına ingilis dili fənnindən düşə biləcək və düşmə ehtimalı daha çox olan qrammatika suallarının izahına baxacağıq və ötən videomuzda isim, kəmiyyət bildirən sözlər, artikl və sifətdən testlər işlədik. Bugün isə əvəzlikdən zaman form, feilin zaman formalarından testlər işləyəcəyik. Deməli, baxın bu suala, 17-ci suala. 17-ci sualda bizə düzgün əvəzlik seçməmizi istəyir. Deməli, baxırıq ki, nöqtələrdən sonra of var. Və nöqtələrdən sonra of varsa, variantlarda bilirik ki, every ofla işlənməz. Ona görə 5-ci cavabı atırıq. Və hansı variantlarda 5-ci every olan varsa, o variantlarda atırıq. Yəni, B variantı ilə D variantını da atırıq. Daha sonra 6-cı no. No da of ilə işlənməz. Ona görə 6-cı olan variantları da, yəni no olan variantları da atırıq. Qaldı cavabımız A variantı. Ich, nice, the eyes. İndi isə baxaq növbəti sualımıza. Növbəti sualımızda düzgün əvəzliyi seçməmizi istəyir. Baxın, birinci tərəfdə Mike and Wilson's project. Apostrof S-li olan birləşmələrdə, yəni tam mübtədanı tapmaq istəyirsinizsə, orada əsas isə apostrof S-dən sonradır. Yəni project sözü, yəni proyektdən söhbət gedir. Və bu təkdir yoxsa cəm? Yəni təbii ki də təkdir. Yəni ona görə birinci tərəfdə Z olan variantları atırıq. Daha sonra ikinci tərəfə baxaq. Then my colleagues. Mənim kolleqamınkindən daha doğrusu. Kollega da təkdir, bir nəfərdir və ona görə Y variantını ataq ikinci tərəfdə, çünki Y variantı A və cəmdir. Və A variantı ilə C variantı arasında seçimdə qalırıq. Görürük ki, özündən sonra isim olub olmasına görə A variantını əgər qoysaydik, özündən sonra isim tələb edir və bu tərəfdə boşluqdan sonra isim yoxdur. Ona görə A variantını atırıq. Yalnız C variantını qoya bilərik. Çünki his həm müstəqil forma yiyəlik əvəzliyi, həm də aslı forma yiyəlik əvəzliyi dəyişmir, eynidir. Baxırıq 24-cü suala. Müxtəlif hissələrdən götürmüşəm sualları. Onun üçün sualların rəqəmləri fərqlidir. Deməli, burada da düzgün əvəzlik formasını seçməyimizi istəyir bizdən. Deməli, hər variantın ilk tərəfinə baxanda görürük ki, burada işarə əvəzliyidir. İşarə əvəzliklərində işlənməsi necədir? Deməli, bu this və those-dan sonra cəm gəlməlidir, cəm isim gəlməlidir. Ancaq this və that-dən sonra tək isim gələcək. Və biz baxırıq. Birinci nöqtələrdən sonra görürük cəm isim gəlibdir, akademiklər. Və ona görə C variantını və D variantını atırıq. Çünki bunların birinci tərəfindən sonra tək isim gəlməlidir. Aha. İndi isə ikinci tərəfə baxırıq və görürük ki, burada tag question'dır. Tag question'larda da burada köməkçi feili və mübtədanı verir. Bizim mübtədamız isə, yəni bayaq dediyim kimi, apostrof S və apostrofdan sonra olan hissədəki sözdür. Yəni, əsas hissə oradır. Investigation. Burada investigation'dır. Yatırım sözü. Və yatırım sözdə təkdə olduğu üçün ikinci tərəfdə Z olan variantları atırıq. Qalır. Doğru cavabımız A variantı. This və it. Aha, növbəti sualımızla davam edən. Növbəti sualımız zamanlara aid olan suallardır. Feilin zamanlarına aid olan. Deməli, birinci tərəfdə last week var. Last week sözünü görürük və last week birləşməsi ötən həftə deməkdir və o keçmiş sadə zaman tələb edir bizdən. Yəni, B variantını, indiki bitmiş zamanı atırıq. Y variantını, yenə indiki sadə zamanı atırıq, getdi. Daha sonra keçirik ikinci tərəfə. İkinci tərəfdə yet gördük. Yet nəyi tələb edir? İndiki bitmiş zaman. Yet tələb edir, deməli, indiki bitmiş zaman. Və yet inkar tələb edir. İnkar. Kənara yazdım ki, daha rahat görmüş olun. İkinci tərəfi inkar olan bir variant axtarmalıyıq. Yəni, A variantını çıxacaq. İndiki bitmişdir, düzdür. Ancaq inkar olmadığı üçün götürə bilmərik.
Burada D variantı və C variantının yerlərini səhv veriblər. Düşək C variantına. C variantında da ikinci tərəf inkar olmadığı üçün C variantında çıxırıq. Daha sonra qaldı var bizim doğru cavabımız sadəcə D variantı. Birinci tərəf vote, keçmiş sadə zaman. İkinci tərəf yetə görə hasn't worn, indiki bitmiş zaman və inkarda ən əsası. Davam edək 23-cü sualla. 23-cü sualda da bizdən doğru variantı seçməmizi istəyir. Bu da zamanlara aid olan bir test formasıdır. Baxaq burada next year gələn il var. Gələn il isə, yəni gələcək zaman formasını bizdən tələb edir. Baxın, A variantı created keçmiş zamandır. C variantı creates indiki zamandır. Daha sonra D variantında are bu this man təkdədir, yəni mübtədamız. Və ar ilə uzlaşmır. Ar isə cəm mübtəda ilə uzlaşmalıdır. B variantında artıq gedəcək. Qalırıq B variantı və Y variantında. Belə bir ifadə var. To be, going to. Bu da yəni məsələn am going to. Yaxud is going to. Are going to. Bunlar demək olar ki, will-ə bərabərdir. Yəni, gələcək zamandır. Sadəcə dəqiqləşdirilmiş hərəkətlər, dəqiq planlaşdırılmış hərəkətlər üçün istifadə olunur. Yəni, bilin ki, to be going to gələcək zamandır. Yəni, hansı variantdakı to be going to-ya uyğun ifadə görsəniz, onu götürə bilərsiniz gələcək zaman üçün. Y variantını atırıq, çünki burada to-nu verməyib bizə. B variantı isə doğru cavabdır. This mənlə is uzlaşır. Is going to, yəni gələcəkdə. To create, məsələn, ediləcək, yaradılacaq, icad ediləcək belə. İndi isə növbəti və sonuncu sualımıza baxaq. Burada da yenə bizdən düzgün zaman formanızı seçməmizi istəyir. Deməli, biz cümləyə baxırıq ki, burada usual var. Usually hansı zaman tələb edir? Təbii ki də indiki sadə zaman göstəricisidir. Və biz D variantını atırıq, çünki gələcək zamandır. C variantı da keçmiş zaman olduğu üçün atırıq. Daha sonra biz mübtədamıza baxırıq. Mübtədamız nədir? The boy. Boy isə təkdədir və bilirik ki, əgər mübtədamız təkdədirsə, xəbərin üzərinə, yəni xəbərin sonuna is, is əlavə etməliyik. Yəni, Y variantını atırıq və A variantı does olmalıydı. Təbii ki, doesn't daha doğrusu. Yəni, A variantla Y variantı xəbərimiz cəmdə olduğu üçün uyğun gəlmir, mübtədamız ilə uzlaşmır. Qalır yeganə variant doğru olan B variantı. Bugünlük bu qədər əzizləyicilər. Hər hansı bir sualınız yaxud fikriniz olsa, rəy bölməsində qeyd etməyi unutmayın. Və ən sonunda sizdən xahişim odur ki, videonu like edib və ən əsaslı izləməyə alasınız kanalı və hər hansı bir qrammatikanın başa düşülməsində çətinlik çəkirsinizsə, rəylərdə qeyd edin və mən məmnuniyyətlə həmin qrammatikadan testlər də izah edib paylaşaram kanalda, yaxud qrammatikanın izahını istəyirsinizsə, onu da məmnuniyyətlə edərəm. Sağ olun.